Axşam vaxtı gəldi bizim yanımıza. BMW C30'du, B46 motordu. 2 turbo benzin mühərrikdir. 2017-18 modellərdəndir. Bu avtomobillərdə ən çox problem antifriz sisteminə əlaqədar olur. N20 motorda fərqli olaraq bunlarda problemlər sadəcə olaraq antifriz sisteminə əlaqədar olur. Və bu avtomobildə biz yaxınlaşdı bizim yanımıza yoxlanışını elədik. Avtomobildə deməli turboya gedən antifriz patrufkası dəyişildi. Yeni orijinalı ilə BMW qrupla əvəz olundu. Daha sonra isə su radiatoru yenisi ilə orijinalı ilə əvəz olundu. Avtomobili bütün hər bir şeyini yoxladıq. Antifriz sistemini də tökdük. Antifrizinlə də soyutma maddəsini də təmin elədik. Havasını da çıxartdıq. Müştərimizə xeyirli uğurlu olsun. Əziz BMW sürənlər, ən çox da bu təzə 2017-dən yuxarı BMW avtomobili sürənlər. Əziz izləyicilər, B46, B48, B58, yəni 2 motorlar, 3 motor turbo benzin mühərrikləri və dizellər də buna aiddir. Bu avtomobillərin ən çox problemi, xroniki problemləri antifriz sistemi, yəni soyutma sistemi ilə əlaqədar problemlərdir ki, mütəmadi olaraq öz ustabınızı göstərin ki, avtomobildə olan problem aradan qaldırın ki, sonradan böyük bir fəsadları gətirib çıxartmasın. Təşəkkürlər, izləmədə qalın.